Biz danışmağa başlayırıq dinamikadan. Dinamika nədir? Ümumiyyətlə biz danışmışdıq sizinlə ki, fizika ilk başlayanda hansı bölməsindən başlayırıq? Mexanikada. Mexanikada hərəkət öyrənilirdi. Mexanikada biz nəyi öyrənirdik? Hərəkəti öyrənirdik. Mexanikanın əsas məsələsi cismin istənilən zaman anında harda olduğunu, yəni koordinatını öyrənməkdən ibarət. Və hərəkəti biz 3 baxımdan öyrənirik. Kinematik, dinamik və statik. Uşaqlar, yenə deyirəm, bax hərəkət 3 parametrə, 3 baxışdan öyrənilir. Və yaxud da belə deyirik ki, mexanikanın 3 bölməsi var və hərəkət bu 3 bölmədə fərqli cəhətdən izah olunur. Kinematika dedikdə hərəkətin sadəcə qanunlarını öyrənirdik. Xatırlayırsınız, söhbət düzxəttli və bərabər sürətli hərəkət, eyni zamanda dəyişən sürətli hərəkət və çevrədən gedir. Biz orada sadəcə olaraq hərəkət zamanı nə qədər yol gedildiyini, hansı sürətlə gedildiyini, hansı sürət dəyişməsini, yəni təcili icra etdiyini, nə qədər zaman xərcləndiyini, periodunun nəyə bərabər olduğunu, tezliyinin nəyə bərabər olduğunu və s. Yəni düzxəttli bərabər sürətli və dəyişən sürətli hərəkət bölməsində biz bunları keçirdik. Hərəkət kinematik baxımdan öyrənilirdi. Onları doğuran səbəb nəzərə almadan sadəcə olaraq hərəkət qanunları öyrənilirdi. Yolu, sürəti, təcili, zamanı, periodu, tezliyi. Dinamika deyəndə isə ki, biz bugün onu keçəcək, hərəkətin niyə baş verməsi öyrənilir. Hərəkəti doğuran səbəb, yəni qüvvə ilə birlikdə hərəkət öyrənilməyə başlayacaq. Statikada isə hərəkətin tarazlıq şərtləri öyrənilirdi. Tarazlıq şərti, yəni momentlər qaydası öyrənilirdi. Deməli, hərəkəti 3 baxımdan xarakterizə etmək olar. Kinematik, dinamik, statik. Kinematikada doğuran səbəb nəzərə almadan sadəcə olaraq gedilən yol, sürəti, təcili, zamanı, periodu, tezliyi öyrənilirsə, dinamikada isə hərəkət hansı qüvvənin təsiri altında baş verdi, bax öyrənir. Statikada isə hərəkətin nəyi öyrənilir? Yenə deyirəm, tarazlaşdırılma şərtləri öyrənilmiş olur. İndi uşaqlar, biz danışaq dinamikadan, yəni hərəkətin baş vermə səbəbi olan qüvvədən və qüvvənin təsiri ilə baş verən hərəkətin əsas bilməli olduğumuz parametrlərindən. Uşaqlar, siz bilməlisiniz ki, dinamikanın əsasını Newtonun 3 qanunu təşkil edir. Dinamikanın əsasını Newtonun 3 qanunu təşkil edir. Newtonun 3 qanunu təşkil edir. Birinci qanununu danışmağa başlayırıq. Birinci qanuna, Newtonun birinci qanununa biz ətalət qanunu da deyirik. Bu qanun nədir? Newton birinci qanunda deyir ki, əgər hər hansı bir cismə müəyyən bir qüvvət təsir etmirsə və edilən təsirlər var və onlar bir-birini tarazlaşdırırsa, bu cisim bərabər sürətli hərəkət halını və yaxud da ki, sükunət halını nə edər? Qoruyub saxlayar. Yəni, nə deyirik? Bax, bu cisim deyək ki, sükunətdədir. Onda buna qüvvə təsir etməsə, sükunəti qalacaq. Deyək ki, bu cisim bərabər sürətli hərəkət edir. Buna qüvvə təsir etməsə, yenə də nə cür hərəkət edəcək? Bərabər sürətli hərəkət etmiş olacaq. Və yaxud da buradan deyək ki, buna F bərabərdir 10 Newton, buradan da F bərabərdir 10 Newton qüvvə təsir edirsə, yenə də bu sükunətdə qalar və yaxud da ki, bərabər sürətli hərəkət halını qoruyub saxlayar. Birinci qanunda onu deməyə çalışır ki, Newton, əgər hər hansı bir cisimə qüvvə təsir etməsə və yaxud da ki, ona sağdan soldan təsir edən bu qüvvələr bir-birinə bərabər olsa, o yenə də öz sükunət halını, ki, sükunət halındadırsa əlbəttə ki, və yaxud da ki, nəyini? Bərabər sürətli hərəkət halını nə edər? Qoruyub saxlayar. Bax, buna Newtonun birinci qanunu deyirlər. Buna Newtonun birinci qanunu deyirlər. İndi ətalət məsələsi nə deməkdir? Onun haqqında danışacaq. Newtonun birinci qanunu nədir desələr, belə tərifini verəcək ki, belə izah edəcək ki,
cismə qüvvə təsir etməsə və yaxud da ki, edilən təsirlər bir-birini tarazlaşsa, cism sükunət halını və yaxud da ki, düz xətli, bərabər sürətli hərəkət halını qoruyub saxlayar. Əlbəttə ki, bu nədir şagirdlər? Bu Newtonun birinci qanunudur. İndi şagirdlər, bura baxın, siz zəhmət olmasa, ətalətlilik məsələsini sizə izah etmək istəyirəm. Ətalətlilik. Ətalətlilik nədir? Ətalətlilik belə deyək ki, tərifini cismin sükunət, yəni qısaca yazım da, sükunət və ya bərabər sürətli hərəkət halını qoruyub saxlamasıdır. Ətalətlilik nədir? Cismin sükunət və yaxud da ki, bərabər sürətli hərəkət halını qoruyub saxlamasıdır. Bu nə deməkdir şagirdlər? Bunu gün ərzində əgər marşrutdan istifadə ediriksə, çox rastlaşdığımız bir haldır əslində. Məsələn, deyək ki, avtobusumuzdur, biz bunun içərisindəyik. Avtobus hal-hazırda sükunətdədir. Avtobusun sürəti 0. Bu da sərnişinin sürəti olsun. Təbii ki, nə olacaq? 0 olacaq. Yəni, maşının içərisində hərəkət etmir deyək, durub. Kənardan durub baxan bir müşahidəçi. Müşahidəçi nə görür? Müşahidəçi deyək ki, dostdur, Vəlidir, dostdur, Əlidir. Əlini maşının içində nədə görür? Sükunətdə görür. Maşın birdən hərəkət eləyir. Avtobus hərəkət eləsə şagirdlər, təsvir etməyə çalışın beyninizdə. Avtobus hərəkət eləsə, yəni onun sürəti 0-dan nə olsa, fərqli olsa, avtobus hərəkətə başlayanda, adam da nə edəcək? Və avtobus sağa doğru hərəkət etsə, adam geriyə yıxılacaq. Yəni, bu hallar rastlaşmamış olmazsınız. Maşın sağa hərəkət edirsə, biz əks istiqamətdə yıxılırıq. Bunu adamın, yəni maşın sağa doğru hərəkət eləyəndə geriyə yıxılmasına səbəb odur ki, o öz əvvəlki vəziyyətini qoruyub saxlamağa çalışır. Bunun səbəbi əlbəttə ki, ətalətlilik hadisəsidir. Öz əvvəlki vəziyyətini qoruyub saxlamağa çalışır. Məsələn, müəyyən bir yerdən tutdu, müvazinətini saxladı. İndi əgər avtobusun sürəti 10-dursa, deyək ki, 100-dürsə, onda müşahidəçi görür ki, onun içərisindəki əlinin sürəti də sağa doğru olub artıq. Çünki müvazinəti qoruyub saxladı, artıq yavaş-yavaş avtobusun sürətini aldı. Bu müşahidəçinin də sürəti əlbəttə ki, daha doğrusu sərnişinin də sürəti nə olacaq? 100 olacaq. Avtobus birdən tormuz atsa, yəni onun sürəti nə olsa, şagirdlər 0 olsa, axı tormuzu atan içindəki sərnişin yox, kimdir uşaqlar? Əlbəttə ki, avtobusdur. Avtobusun sürəti 0-dır, amma sərnişinin sürəti 100-dür. Fikir vermişsiniz, maşın birdən tormuz atanda biz irəli gedirik. Səbəb nədir? Çünki sərnişinin sürəti 100-dür və irəli getməsinə səbəb yenə də ətalətlilikdir. Axı biz demişdik, cisim ya sükunət halını qoruyub saxlayır, ya da ki, bərabər sürətli hərəkət halını. Görürsünüz, hərəkətə başlayanda hansı halını qoruyub saxladı? Sükunət halını. Hərəkət edəndə hansı halını qoruyub saxladı? Bərabər sürətli hərəkət halını. Yəni, həmin bu hadisə nə adlanır? Ətalətlilik hadisəsi adlanır. Və məsələnin şərtində harda ətalət hesablama sistemi və yaxud da ki, inersial hesablama sistemi sözünü görsəz, ətalət hesablama və yaxud da inersial hesablama sistemi fərqi yoxdur. Ətalət hesablama sistemi, inersial hesablama sistemini görsəz və ətalətlik və yaxud da inersialıq şərti nədən ibarətdir desək, deyəcəksiniz ki, orada sürət 0 və yaxud da ki, nə olmalıdır? Bərabər sürətli olmalıdır. Yəni, əgər yeyinləşən hərəkət varsa, bərabər yeyinləşən hərəkət varsa və yaxud da ki, bərabər yavaşlayan hərəkət varsa və yaxud da təcil sözü varsa, bu sistem, ətalət hesablama sistemi hesab olunmur. Təcil nəyi göstərirdi? Sürətin dəyişdiyini. Sürət nə etməlidir? Dəyişməməlidir. Yeyinləşən nə deməkdir? Sürətin artması. Yavaşlayan nə deməkdir? Sürətin azalması. Yəni, yeyinləşən, yavaşlayan və yaxud da ki, təcil məsələsi ilə rastlaşırıqsa, həmin sistem ətalət hesablama sistemi deyil deməkdir. Bir sistemin ətalət və yaxud da ki, inersial hesablama sistemi olması üçün nə olması lazımdır? Sürətin 0 və yaxud da ki, şagirdlərin nə olması lazımdır? Sürətin sabit qalması lazımdır. Biz bu avtobus, sərnişin və müşahidəçi məsələsində izah etdik ki, maşın sükunətdə olanda
bizdə sükunət deyil. Birdən maşın hərəkətə gələndə geriyə yıxılmağımızın səbəbi öz əvvəlki sükunət halımızı qoruyub saxlamağımızdır. Və yaxud da ki, maşın hərəkət edəndə maşının sürətini alırıq, maşın tormuzu verəndə maşının sürəti 0 olanda bizim sürətimiz axı 0 deyil, tormuzu verən maşındır. Ona görə irəli gedirik ki, çünki bizim sürətimizi ətalətlik hadisəsinə görə yenə də nə etməyə çalışırıq? Qoruyub saxlamağa çalışırıq. Bax, bu hadisə ətalətlik hadisəsi və yaxud da ki, elə Newtonun birinci qanunu da hesab olunur. Yəni, ətalət qanunu da deyirlər, Newtonun birinci qanunu da deyirlər. Sizdən soruşlar ki, ətalətlik şərti nədir? Biz nə etməmiz lazımdır? Sükunətdə cismi götürməliyik, yəni V0 və yaxud da ki, V const olduqda bu sistem ətalət hesablama sistemi hesab olunmuş olacaq. İndi uşaqlar, biz dedik ki, cismin ətalətliyi var, ətalət hesablama sistemi var, bir də nə var? İnersial hesablama sistemi var. Cismin ətalətli olması bəs nədən asılıdır? Yəni, hər bir şeyi xarakterizə edən bir kəmiyyət olduğum kimi, ətalətliyi də göstərən bir kəmiyyət var. Ətalətlik anlayışı ki var, onu xarakterizə etmək üçün kütlədən istifadə edirik və kütlə M hərfi ilə işarə olunur. İngiliscə massanın M-sıdır. Yeri gəlmişkən, qüvvə də F hərfi ilə işarə olunur. Force qüvvə deməkdir İngiliscə, onun F-sıdır. Kütlə hansı hərflə işarə olunur? Kütlə M hərfi ilə işarə olunur. Cismin kütləsi çox olanda ətalətliyi də çox olur. Bu nə deməkdir? Bu bayaqki avtobus məsələsində deyək. Deyək ki, bu amildir deyək. Amil görürsüz də arıqdır. Bu da Seyid Əhməddir deyək. Seyid Əhmədi biraz qarnını iri çəkək. Seyid Əhməd daha kökdür amildən. Avtobus birdən hərəkət eləsə, amil gedib parpiyəsə şüşəyə yapışır, amma ki, Seyid Əhməd öz müvazinəti qoruyur. Niyə? Çünki amilin kütləsi ilə Seyid Əhmədin kütləsini müqayisə etsək, Seyid Əhmədin kütləsi böyük olduğuna görə o avtobus duranda o yerində duracaq. Amma amil nə edəcək? Mübarək olacaq. Ona görə də uşaqlar, biz deyirik ki, hansı cisimlər daha çox ətalətlidir? Yəni, sükunət halını və yaxud da ki, bərabər sürətli hərəkət halını qoruyar. Kütləsi çox olan. Baxın, məsələn, əsl real Kamazdır deyək. Əsl real Kamazdır, bir də ki, oyuncaq bir Kamazdır. İkisi də bərabər sürətli hərəkət edir. Seyid Əhməd gedir real Kamaza bir təpik vurur. Eyni şəkildə o təpiyini gedib balaca oyuncağa vurur. Oyuncaq neyniyəcək? Yeyinləşən hərəkət edəcək, sürəti artıracaq. Amma o real Kamaz üçün hər hansı bir təfavütü olmayacaq. Seyid Əhməd mübarək olacaq bu dəfə. Niyə? Çünki ayağı şişəcək. Yəni, bu Kamazın kütləsi emin real oyuncağa nisbətən nədir? Çoxdur. Ona görə o neyniyəcək şagirdlər? Sükunət halını qoruyub saxlayacaq. Demək ki, ətalətlik nə ilə xarakterizə olunur uşaqlar? Kütlə ilə. Kütləsi böyük olan cisimlər daha çox nədir şagirdlər? Ətalətlidir. Bəs biz kütləni nə cür təyin edə bilərik? Şagirdlər, kütlənin düsturu belədir. M nəyə bərabərdir? Rho vurulsun V-yə. Yəni, kütləni tapmaq üçün sıxlığı həcmə vurmaq lazımdır. Və vahidi kiloqramdır. Kiloqram beynəlxalq sistemimizdəki 7 dənə əsas vahiddən biridir. Yəni, biz bilməliyik ki, kiloqram 7 əsas vahiddən biridir. Əgər qram, ton falan filan verilmiş olsa, biz onu nəyə çevirməmiz lazımdır? Kiloqrama çevirməmiz lazımdır. Ətalətliyi göstərən kəmiyyət kütlədir və biz nə etməmiz lazımdır? Kütləni həmişə kiloqramlarla ifadə etməyimiz lazımdır. Və uşaqlar, məsələn, Rho-nu, V-ni tapmağa çalışsaq, mən həmişə uşaqlara üçbucaq qaydasını təklif edirəm. Üçbucağını siz artıq bilirsiniz, dəfələrlə demişəm. Kənarlarına böl, bura vur atırıq. M kütlədir, ağırdır, özünü ağır aparır. Başa keçirik. Rho-na V-nin yeri heç bir fərqi yoxdur. İstədiyimiz yerə yaza bilərik. Oturacaq da əlbəttə ki. İndi M-i tapanda kütlə nəyə bərabərdir? Rho vur V-yə. Məsələn, həcmi tap desəm, V nəyə bərabərdir? V isə M böl Rho-ya bərabərdir. V nəyə bərabərdir həcm? M böl Rho-ya bərabərdir. Yeni gəlmişəm, bu həcmdir. Rho nəyə bərabərdir desəm, Rho sıxlıqdır uşaqlar, sıxlıq. Rho M böl V'dir.
biz rho-nu tapsaq, m böl nə yazmamız lazımdır? V yazmamız lazımdır. V-ni tapanda m böl rho. M-i tapanda rho vur nə yazmamız lazımdır? V. İndi şagirdlər rho-nu tapanda m böl V yazacaq. Baxın uşaqlar, deməli, həcmin vahidi metr kubudur. Həcmin vahidi nədir desələr, metr kubudur. Siz bilirsiniz ki, kütlənin vahidi kiloqramdır, həcmin vahidi isə metr kubudur. Onda sıxlığın vahidi nə olacaq? Kiloqram bölünsün metr kubu olmuş olacaq. Bizdir ki, V nədir? Şagirdlər həcmin vahidi. Rho nədir? Sıxlığın vahidi. Üzr istəyirəm, V həcmi, rho ilə sıxlığı işarə edirik və həcmin vahidi metr kubu. Sıxlığın vahidi isə kiloqram bölünsün. Nədir şagirdlər? Metrin kubudur deyirik. İndi bura baxın, zəhmət olmasa. Kütləni biz bilməliyik ki, tərəzi ilə ölçürük. Tərəzi. Kütlə nə ilə ölçülür? Tərəzi. Həcm menzurka ilə ölçülür. Menzurka. Sıxlıq isə ariometr ilə ölçülür. Ariometr ilə ölçülür. Deməli, tərəzi ilə kütlə, menzurka ilə həcm, sıxlıq isə nə ilə ölçülmüş olacaq? Ariometrlə ölçülmüş olacaq. Burada xüsusilə Dövlət İmtahan Mərkəzinin verdiyi test bankındakı çalışmaları yazan zaman şagirdlər bəzi əlavə qeydləri bilməyiniz lazımdır. Məsələn, nədir? Kürənin həcmini hesablayan zaman kürənin həcmi 3/4 pi r kubudur. Burada pi ədədi qiymətini təxminən 3 verirlər. R isə kürənin nə idi? Radiusudur. Radiusunun kubunu 3/4 hissəsi kürənin nəyinə bərabərdir? Həcminə bərabərdir. Bu bilməli olduğunuz qeydlərdən biridir. Məsəl üçün, kürənin kütləsini təyin edən zaman rho-v düsturunda biz V-nin yerinə nə yazarıq? 3/4 pi r kub. Məsələn, deyir ki, şagirdlər, deyir ki, kürənin sıxlığını təyin edin. Sıxlığı buradan biz nə cür taparıq? Baxın, siz öyrəndiniz ki, M kürənin kütləsi 3/4 rho, bu düsturu yazmağa çalışıram, 3/4 rho pi r kubudur. Biz baxın 3/4'ü belə göstərib 3'ü çarpaz bura vura bilərik də. Çünki bu 1-də m'dir, bu da 3/4 rho pi r kubudur. 1'i bura çarpaz, 3'ü də bura çarpaz vursaq, onda 3m kürə üçün bərabər olacaq nəyə? 4 rho pi r kubu. Məsələn, buradan sıxlığı tapın desələr, kürənin sıxlığı üçün. Rho nəyə bərabər olacaq? 3m bölünsün 4 pi r kubuna. Və yaxud da ki, desələr ki, buradan kürənin radiusunu tapın. R kubu nəyə bərabər olacaq? 3m bölünsün 4 pi r. Kubu silsək, bu tərəfi 3-cü dərəcədən kökən edə bilərik, ata bilərik. Və bu kürənin nə idi? Kürənin həcmidir, bu kürənin kütləsidir, kürənin sıxlığının düsturudur, kürənin radiusunun düsturudur. Yəni, kürə məsələləri dimdə məşhurdur və bunlar qabağımıza çıxsa, biz bu düsturlardan nə edəcəyik uşaqlar? İstifadə eləmiş olacağıq. Bunları bilməmiz lazımdır. Sonra, burada bilməli olduğumuz qeydlərdən biri də ondan ibarətdir ki, bir çox zaman həcmin vahidini metr kubu ilə yox, litrlə verilir. Litri metr kubuna çevirən zaman, yenə deyirəm, litri metr kubuna çevirən zaman, çünki siz bildiniz ki, həcmin vahidi nədir? Metr kubudur. Elə deyil? Litrin vahidi, həcmin vahidi nədir? Metr kubudur. Niyədir belə? Çünki məsəl üçün, belə bir 3 ölçülü fiqur çəksək, və məsəl üçün, bunun deyək ki, uzunluğu, eni 2 metr, 3 metr və bu tili deyək ki, 4 metr olsa, həcmin tapsaq, A vur, B vur, H düsturu var da, həndəsindən bunun həcmini tapmaq üçün. Nə yazacaq? 3 metr vur, 4 metr vur, 2 metr yazacaq.
3'ü 4'ə vuranda neçə eləyir? Əlbəttə 12 2-yə vuranda nə edəcək? 24 edəcək. İndi uşaqlar fikir verin. Metri metrə vuranda metrin kvadratı, o da metrə vuranda metr kubu. Yəni həcmin vahidi nə oldu? 24 metr kubu. Yəni həcm üçün vahid nədir? Metr kubudur. Və bizim üçün həcm litrlə veriləndə ki, adətən verilir litrlə, metr kubuna çevirəndə nəyə vurmağımız lazımdır? 10 üzəri mənfi 3'ə vurmağımız lazımdır. Bunu yadınızda saxlayın. Məsələn, 3 litr neçə metr kubudur desələr, 3 vurulsun 10 üstü mənfi 3 metrin kubudur. Riyazi hesablamalarda durub metr kubunu bura vurub zat 10 üstü mənfi 9 zat deməyin. Belə şeylər görməyin. Bu nəyə aid edir? Vahidinə. Bunun heç bir riyazi qiymətinə təsiri yoxdur. Yəni bəzən məsələn qeyri-adi keşflər eləyirlər uşaqlar, yazırlar 3 vursa 10 üstü mənfi 9. Hər şeylər eləməyin uşaqlar. Çünki bunun bura vurulması lazım deyil. Və yaxud da ki, deyək ki, 5 litri çevirin desələr, 5 vurulsun 10 üstü mənfi 3 yazacaqsınız və s. Bu da bizim bilməli olduğumuz mühüm qeydlərimizdən biridir. İndi nədən danışmağa davam edək? Gəlin danışaq Newtonun ikinci qanunundan. Biz birinci qanununu yekunlaşdırdıq. İndi danışaq Newtonun nəyindən? İkinci qanunundan, sonra da üçüncü qanunumuz var əlbəttə ki. Newtonun ikinci qanunu. Newtonun ikinci qanunu deyəndə nə başa düşür şagirdlər? Newton ikinci qanunda deyirdi ki, cismin hərəkət təcili ona təsir edən qüvvə ilə düz, onun kütləsi ilə nə cür asılıdır? Tərs asılıdır. Cismin hərəkət təcili ona təsir edən qüvvə ilə düz, onun kütləsi ilə nə cür asılıdır? Tərs asılıdır. Bu Newtonun ikinci qanunu və onun nəyidir uşaqlar? Riyazi ifadəsidir. Yenə deyirəm, cismin hərəkət təcili, yəni təcil deyəndə nə başa düşürük? Sürət dəyişməsi. Ona təsir edən qüvvə ilə düz asılıdır. Hər hansı bir cisim götürək, ona qüvvə ilə təsir etsək, deyək ki 10 Newton. Bunu artıq 100 Newton etsək, daha çox sürəti dəyişəcək. Elə deyil? Yəni ona təsir edən qüvvənin qiyməti nə qədər çox böyük olsa, bunun sürəti bir o qədər çox dəyişəcək. Onda sürət dəyişməsi, yəni sürət dəyişməsi deyəndə nə başa düşürük? Təcil. Ona təsir edən qüvvə ilə nə cür asılıdır? Düz. Kütləsi ilə nə cür asılıdır? Tərs. Məsələn, bunun kütləsi 2 kiloqram olsa çox dəyişdiyi halda 20 kiloqram, 2000 kiloqram olsa az sürəti dəyişəcək. Deməli, təcil qüvvə ilə düz, kütlə ilə tərs asılıdır. Bunu bilmək lazımdır. Yeri gəlmişkən biz təcili bilirik. A acceleration'dır. Artıq öyrəndik ki, M massa kütlədir, oradan gəlir M. F-dəki force qüvvədir, oradan qeyd etmişik. Bu Newtonun ikinci qanunudur və ikinci qanundan iki nəticə ortaya çıxır. Çıxır ki, təcil qüvvə ilə düz asılıdır. Yəni A1-in A2-yə nisbəti F1 böl F2-yə bərabərdir. Təcil kütlə ilə tərs asılıdır. Yəni A1 böl A2 M2 böl M1-ə bərabərdir. Biz mütləq, baxın uşaqlar, bunu bilməliyik. Təcil qüvvə ilə düz, təcil kütlə ilə nə cür asılıdır? Şagirdlər tərs asılıdır deyirik. Bu bizim bilməli olduğumuz əsas məsələdir. Və uşaqlar, qəbula bəzən sual düşür ki, Newtonun riyazi ifadəsini göstərin ikinci qanunu. Nə cürdür uşaqlar? A bərabərdir F bölü. Bəzən şagirdlər F bərabərdir MA yazırlar. Xeyr uşaqlar, biz buradan alırıq ki, deməli A F bölü M'dirsə, onda F, yəni qüvvə, M ilə A-nın hasilinə bərabərdir. Bu, Newtonun ikinci qanunundan alınan bir nəticədir ki, cismə təsir edən qüvvə onun kütləsi ilə təcilinin hasilinə bərabərdir. Yəni, bunu belə tapa bilərik. Amma Newtonun ikinci qanunu bu deyil. Bu ikinci qanundan çıxan nəticə kimi baxa bilərik. Amma Newtonun ikinci qanunu budur. A bərabərdir F bölünsün M. Və uşaqlar, biz öyrəndik ki, Newtonun ikinci qanunu budur və indi gəlin bu qüvvə məsələsini biraz aydınlaşdırmağa, daha çox ətraflı danışmağa başlayaq və A bərabərdir F bölü M-dir. Sadə bir riyazi əməliyyatda biz A-ya bir də A kimi baxsaq ki, belə, biri F-ə vurarıq, M-i də A-ya vurarıq, F üçün alarıq nəyə? Bərabərdir MA-ya. Məsələn, qüvvəni də Newtonun şərəfinə Newton vahidi qəbul olunub. Amma Newtonu nə cür aça bilərik? Kütlənin yerinə kiloqram yazarıq.
Təcilin də vahidi nədir? Metr böl saniyə kvadratı. Belə çıxır ki, onda biz qüvvənin vahidi olan Newtonun əsas vahidlərlə ifadəsini nə cür yaza bilərik? Kiloqram olsun, metr bölünsün, saniyə kvadratı şəklində də yaza bilərik. Bu bir. Sonra uşaqlar, yadınızda saxlamalısınız ki, qüvvəni ölçmək üçün dinamometrdən istifadə edirik. Qüvvəni ölçmək üçün nədən istifadə edirik? Dinamometrdən. Biz artıq bu dərsdə 4-cü cihazı keçdik. Kütlə üçün tərəzi, sıxlıq ariometrlər, həcm menzurka ilə, qüvvə isə nə ilə ölçülür şagirdlər? Dinamometrlə ölçülür dedik. Bunu da biz nə etməmiz lazımdır? Yadda saxlamağımız lazımdır. İndi danışaq Newtonun 3-cü qanunundan, sonra əvəzləyici qüvvə haqqında danışacaq uşaqlar. Newtonun 3-cü qanunu da var. Newtonun 3-cü qanununda nə deyilir? Newtonun 3-cü qanunu deyir ki, təsir əks təsirə bərabərdir. Məsələn, masaya əgər 2 Newtonla təsir edirəmsə hal-hazırda, masa da mənə 2 Newtonla təsir edir. Mən qüvvəmi artırıb masaya 10 Newtonla təsir etsəm, masa da mənə 10 Newtonla təsir edəcək. Yəni, mənim, məsələn, əlimlə masaya göstərdiyim təsir aşağıdırsa, masanın mənim əlimə göstərdiyi təsir yuxarıyadır. Birinci cismin ikinciyə təsiri əks işarə ilə ikincinin birinciyə təsirinə bərabərdir. Buna bəzən təsir əks təsir qanunu və yaxud da qarşılıqlı təsir qanunu da deyirlər. Ümumiyyətlə, yadınızda qızıl qayda olaraq yadda saxlamanız lazımdır ki, qarşılıqlı təsirdə olan iki cisim, yük falan filan desələr, qarşılıqlı təsir sözünü siz məsələ həllində görsəz, orada mütləq yazmalısınız ki, F1 F2-yə bərabərdir. Yəni, birincinin ikinciyə təsiri, ikincinin birinciyə təsirinə bərabərdir. Burada F1 bərabərdir F2 yazılıb, hətta F1-i M1 A1, F2-ni də nə cür yazmalısınız? M2 A2 kimi yazmalısınız. Bu sizin üçün açar söz olmalıdır. Necə ki, sükunət deyəndə V0 0, tormuz deyəndə son sürəti və yaxud da tormuz deyəndə deyək ki, sürətin dəyişdiyi ağlınıza gəlirsə, onda uşaqlar qarşılıqlı təsir sözünü də belə yadda saxlayın ki, harda məsələdə qarşılıqlı təsir sözü varsa, orada siz nə yazmanız lazımdır? F1 F2-yə bərabərdir. F1-i də nə cür açarsınız? M1 A1. F2-ni də nə cür açarsınız? M2 A2 şəklində. Əlbəttə ki, nə edəcəksiniz uşaqlar? Açmış olacaqsınız. Bu sizin yazmalı olduğunuz mühüm qeydlərinizdir şagirdlər. İndi uşaqlar, biz Newtonun 1-ci, 2-ci, 3-cü qanununu keçdik. Burada problem var. Soruşmaq istədiyiniz qalan. Biz əvəzləyici qüvvə məsələsini danışacaq. Əvəzləyici qüvvə. Əvəzləyici qüvvə nə cür tapılır? Cismin əvəzləyici qüvvəsini tapmaq üçün uşaqlar, cisimlərin əvəzləyici qüvvəsini tapmaq üçün bilməniz lazım olan bir məsələ var ki, baxasınız qüvvələr hansı istiqamətdədir. 4 haldan biri yaşana bilər. Əgər cismə təsir edən qüvvələr eyni istiqamətlidirsə, məsələn F1 də sağa, F2 də sağadırsa, onda F əvəzləyici ki, biz bəzən bunu R hərfi ilə də işarə edirlər. Əvəzləyici qüvvəni ya F indekslə AV yazırlar, ya da R sözü ilə yazırlar. F əvəzləyici qüvvəni bu zaman toplayaraq tapacaq. Nə cür? Yəni F1 üstəgəl F2 şəklində tapacaq. İkinci hal, əgər bir cismə təsir edən qüvvədən biri sağa, biri isə sola, yəni bu qüvvələr əks istiqamətdədirsə, bu zaman bəzən belə də deyirlər uşaqlar, baxın, belə də deyə bilərik. Məsələn, bu qüvvələr arasındakı bucaq sıfırdır. Təsəvvür, bu sağadır, bu da sağadır. Aradakı bucaq sıfırdır. Yəni, alfamız nəyə bərabərdir? 0 dərəcə olsa. Məsələn, biri sağa, biri sola olanda, məsələn, bu qüvvə sağadır, bu qüvvə sola olanda, aradakı bucaq neçə dərəcə olur? 180.
alfa 180 dərəcə olsa, 180 dərəcə olsa, onda F əvəzləyici qüvvə baxın şagirdlər belə tapılır. Hansı böyükdürsə, böyükdən kiçik çıxırıq. Əgər F1 böyüksə F1-dən F2-ni, əgər F2 böyüksə F2-dən F1-i çıxırıq. Üçüncü hal, əgər bir cisimə təsir edən bir qüvvə belə, bir qüvvə belədirsə, yəni bunlar arasında müəyyən bir alfa bucağı varsa, onda F əvəzləyici qüvvə üçün baxın kosinuslar teoremini tətbiq edirik. Yəni F əvəzləyici qüvvə nə cür tapılır? Birincinin kvadratı, üstə gəl ikincinin kvadratı, üstə gəl birinci ilə ikincinin hasilinin 2 misli 2F1, F2 vur bunlar arasındakı bucağın kosinusu. Çətin görsənə bilər, amma biz fizikada bu düsturu çox yerdə keçəcəyimizə görə ki, məsəl üçün intensivliyi təyin edəndə, məsələn, nisbi sürəti təyin edəndə sadəcə elə intensivliyi təyin edəndə intensivlik, elektrik sahəsi intensivliyi Y olduğuna görə buralara Y yazırıq. Və yaxud da ki, nisbi sürəti təyin edəndə də biz bunu əslində keçmişik. Nə yazırıq ora? Sadəcə F-lərin yerinə V yazırıq. Burada indi F1 üstə gəl F2 çıx ki, burada daha doğrusu V1 kvadratı üstə gəl V2-nin kvadratı çıxılsın ki, V1, V2 kosinus alfa şəklini alır. Yəni, bu düsturdan istifadə edirik. Sonuncu halı isə şagirdlər dördüncü haldır. Dördüncü halımız nədir? Burada istənilən bucaq ola bilər. Dördüncü halda nədir? Alfamız məsələn 90 dərəcə olsa. Siz bilirsiniz ki, kosinus 90 dərəcədə nəyə bərabərdir şagirdlər? Kosinus 90 dərəcə üçün 0-a bərabərdir. Onda diqqət edin, biz burada kosinus 90 dərəcə üçün nə yazsaq? 0 yazsaq, onda F əvəzləyici qüvvə üçün belə bir düsturumuz qalacaq. F1-in kvadratı üstə gəl F2-nin kvadratı. Yəni, biz buna qısaca Pifagor da deyə bilərik. Bucağımız 90 dərəcə olanda biz Pifagora görə tapırıq. F əvəzləyici qüvvə, F1-in kvadratı, üstə gəl nə olacaq uşaqlar? F2-nin kvadratı şəklində tapılmış olacaq. Bu əvəzləyici qüvvənin tapılması üçün əsas bilməli olduğumuz 4 haldır, 4 qaydadır uşaqlar. Məsələn, bəzən sual düşür, əvəzləyici qüvvənin ala biləcəyi qiymətlər çoxluğu məsələsi. Əvəzləyici qüvvənin ala bildiyi qiymətlər çoxluğunu bəs biz nə cür təyin edə bilərik? Ondan danışmağa başlayaq. Yəni, başlıq olaraq siz yazın, əvəzləyici qüvvənin ala biləcəyi nələr? Qiymətlər çoxluğu. Əvəzləyici qüvvənin ala biləcəyi qiymətlər çoxluğu. Belə bir düsturdur uşaqlar. Əvəzləyici qüvvənin ala biləcəyi qiymətlər çoxluğu. Yəni, iki qüvvə verildikdə o onların fərqi ilə cəmi arasındakı qiymətləri alır. Burada fərq və cəm bura daxildir. Məsələn, bunu belə izah edək. Deyək ki, bir qüvvəmiz şərt olaraq verilib. Bir qüvvəmiz məsələn olsun, F1-imiz olsun 3. Bir qüvvəmiz də olsun 4 Newton. Bunun əvəzləyicisi hansı qiymətlərə ala bilər desə, bu düstura görə deyəcəksiniz ki, fərqi ilə cəmi arasında qiymətləri. 4 üçün fərqi nədir? 1. 1 və cəmi nədir? 7. Yəni, bu iki qüvvənin əvəzləyicisi 1 və 7 arasındakı bir qiymət ala bilər. Bəs bu nə deməkdir? 1 və 7 arasındakı bir qiyməti ala bilər deyəndə, şagirdlər, 1 və 7 arasındakı bir qiyməti ala bilər deyəndə, əgər bu qüvvələr eyni istiqamətlisə, nə etməliyik uşaqlar? Toplamalıyıq. Məsələn, deyək ki, 3 Newtonluq qüvvə sağatsa, 4 Newtonluq qüvvə də sağatsa, onda F əvəzləyici nə cür tapacaq? Bayaq nə dedik? Eyni istiqamətli olanda toplayacaq, neçə alacaq? F əvəzləyicini toplayıb neçə alacaq? 7 Newton. Elə deyil, 7 alındı. Çünki böyük bərabərdir demişik axı. 7 bura daxildir. Bax, əvəzləyici 7 aldıq. Əvəzləyici üçün 7 aldıq. Əgər
bir qüvvə sağa, bir qüvvəsi sola olsa, fikir verirsiniz, onda əvəzləyici nə cür tapılırdı əks istiqamətlərdə? Çıxılaraq, böyükdən kiçiyi çıxırdıq. 4-dən 3-ü çıxacaq, nə alacaq əvəzləyici qüvvəni? 1. Bax, 1 bura daxil oldu intervala. Bəs 1 və 7 başa düşdük. 180 və 0 dərəcədə, yəni eyni və əks istiqamətdə. Məsələn, bu intervalda hansı qiymət ala bilər? Məsələn, bucaq 90 dərəcə olsa, yəni F4-ümüz belə, F4 4 newtonluq qüvvəmiz, F1-imiz məsəl üçün neçə idi? 3 idi. F1 3 newtonluq qüvvəmiz belə, F2 4 newtonluq qüvvəmiz belə olsa, aradakı bucaq 90 dərəcə olsa, biz 90 dərəcədə F əvəzləyicini nə cür tapdıq? Birincinin kvadratı üstəgəl ikincinin kvadratı şəklində. Yəni 3-ün kvadratı neçədir şagirdlər? 9 üstəgəl 5-in kvadratı, 4-ün kvadratı 16. Kök altda 25-dən nə çıxacaq? 5. Fikir verirsiniz, bu 5 nədir? 1 və 7 arasındakı bir qiymətdir. İndi bucaq dəyişsə, əlbəttə ki, bu 1 və 7 arasında 3-ü də ala bilər, 4-ü də ala bilər, 3-dən %75 və s. də ala bilər. Əlbəttə ki, burada bucaq və onun aldığı qiymət verilməyir. Yəni, əvəzləyici qüvvə hansı qiymətləri ala bilər? Belə yadda saxlayırıq ki, fərqi ilə cəmi arasındakı qiymətləri ala bilər. İki qüvvənin əvəzləyici qiyməti, əvəzləyicisinin qiyməti hansı qiymətləri ala bilər? Cəmi ilə fərqi arasındakı qiymət. Bura cəm də daxildir və fərq də daxildir. Bura fərq və cəm də nədir? Daxildir. İndi uşaqlar, əvəzləyici qüvvənin proyeksiyasının tapılması məsələsi var. Əvəzləyici qüvvənin və yaxud da ki, ümumiyyətlə, qüvvənin proyeksiyasının tapılması məsələsi var. Qüvvənin proyeksiyasının tapılması məsələləri var. Bəs qüvvənin proyeksiyası nə cür tapılır? İndi uşaqlar, əslində sizdə neçədə bitirdi dərsimiz? 19:00-da, elə? Hə? Yəni, var da yarım saatımız bizim. Nədir? Davam edə bilərik. Çox bir şey qalmayıb. Biz davam edək. İndi uşaqlar, əvəzləyici qüvvənin proyeksiyasının tapılması, ya daha doğrusu qüvvənin proyeksiyasının tapılması və yaxud da əvəzləyicinin proyeksiyasının tapılması məsələsini izah edək, fərqi yoxdur. Bunları bağlı bir neçə nümunəyə baxaq. Deyək ki, bu hər hansı bir F qüvvəsidir. F qüvvəsidir. Bu X oxudur, bu da Y oxudur. F qüvvəsinin X oxu üzrə proyeksiyasını tapanda bu qüvvənin başlanğıcından və sonundan X oxuna perpendikulyar çəkmək lazımdır. Məsələn, fikir verirsiniz uşaqlar, onda aldığımız bu parça F'in X oxu üzrə proyeksiyası alınacaq. Məsələn, atıram, burası 2-dir, burası da ki 7-dir. Onda Fx nəyə bərabər olacaq? 2-7 arası məsafəyə, yəni 5-ə. F'in Y oxu üzrə proyeksiyasını tap desələr, məsələn, X, Y oxuna perpendikulyar indirməliyik. Bir başlanğıcdan, bir də nədən? Sonundan. Buradakı məsəl üçün 3 olsa, buradakı da 8 olsa, yəni fərqli qiymət alınsın da 10 olsa, 3 10 olsa, onda F'in Y oxu üzrə proyeksiyası nəyə bərabər olacaq? 7-yə. Baxın uşaqlar, bu oxun istiqaməti aşağı olsa, görürsünüz X oxunun nəyinədir? Əksinədir. Əksinə olanda siz bura nə yazacaqsınız? -5. Və yaxud da ki, Y oxunun nəyinədir? Əksinədir. Nə yazacaqsınız? -7. Yəni, mənfi müsbət nə zaman olur? Y və yaxud da ki, X oxunun əksinədirsə, mənfi olur. Məsələn, belə bir şey də verilə bilər. Bu bizim Y oxumuz, bu bizim X oxumuz. Qüvvəmiz də belədir. Uşaqlar, məsələn, F'in Y oxu üzrə proyeksiyasını tapın deyirsə, Y oxuna perpendikulyarlar indiririk. Bax, aldığımız bu iki, bu nöqtə arasındakı parça F-Y olur. Burası 4, burası 10 olsa, F-Y'ımız nəyə bərabər olacaq? 10 ilə 4 arası əlbəttə ki 6-ya. F-X-i tap desələr, baxın,
başlanğıcından da sonundan da perpendikulyar eyni nöqtəyə düşür. Ona görə bir şeyin başlanğıcı da sonu da eyni yerdəsə, deməli yoxdur da, yəni 0. X oxu üzrə olan proyeksiya 0-dır. İndi bura baxın, ox aşağı olsaydı, y oxunun əksinə olduğuna görə f-y'imiz -6 olacaqdı. Başa düşdük. Proyeksiya, qüvvənin proyeksiyası nə cür tapılır? Baxın, əvəzləyicisinin proyeksiyası məsələsi də var. Gəlin bunu danışmağa çalışaq. Biz əslində bunu çox detallandıra bilərik. Bu zaman dərsimiz daha çox uzun çəkəcək, amma ki detallandırmadan danışaq. Siz bilirsiniz də, məsələn, iki qüvvənin əvəzləyicisini tapmaq üçün parallelogram qaydası var idi. Və yaxud da iki vektorun əvəzləyicisi daha doğrusu tapmaq üçün. Peki bir vektorumuz belə verildikdə, bir vektorumuz belə verildikdə, belə verildikdə biz gətirdik bunları eyni nöqtədən çəkirdik. Parallelogram qaydasına görə. Əlbəttə ki, uzunluğu və istiqamətlər eyni qalmaqla. Sonra biz bunu parallelograma tamamlayırdıq. Bu diagonal, bu ikisinin nəyini verirdi? Əvəzləyicisini verirdi. Bu diagonal, bu ikisinin nəyini verirdi şagirdlər? Əvəzləyicisini verirdi. İndi bu qaydadan istifadə etməklə, məsələn, sizin dim test bankınızda belə suallar var. Deyək ki, bir qüvvə belə verilib, bir qüvvə də belə verilib. F1 qüvvəsi, F2 qüvvəsi. Deyir ki, bunların əvəzləyicisinin x oxu və yaxud da y oxu üzrə proyeksiyasını tapın. Onu nə edəcəksiniz? Parallelogramu tamamlayırıq. Deyir ki, bu diagonal bu ikisinin nəyini verir əlbəttə ki? Əvəzləyicisini. İndi x oxu budur, y oxu budur. Siz x oxu üzrə tapmaq istəyirsinizsə, əvəzləyicisi qaraq vektordur da. Onda x oxuna perpendikulyarlar endirirsiniz. Aldığınız, baxın, x oxu üzrəndəki bu yaşıl kölgə, f əvəzləyicinin nəyi x oxu üzrə proyeksiyası hesab olunur. Bu qaranın y oxu üzrə proyeksiyasını tapmaq üçün də y oxuna nə etməliyik? Perpendikulyarlar endirməliyik. F əvəzləyicinin y oxu üzrə nəyə hesab olunur? Proyeksiyası hesab olunmuş olacaq. Başa düşdük. Vektorun proyeksiyası və əvəzləyicisinin proyeksiyası bu şəkildə tapılır. Sonuncu başlığa baxaq uşaqlar. Biz qüvvədən sonuncu qeydlərə baxacaq və bununla da yekunlaşacaq bizim dərsimiz. Sonuncu qeydlərimizdir, son bir neçə qeydimizdir. Onlardan biri budur. Çox tez-tez düşən sual tipidir. Məsələn, bir-birinə bağlanmış cisimlər verilir. Burada F qüvvəsi ilə dartılır. Bunun kütləsi M1 olsun, bunun kütləsi M2 olsun. Bu zaman ip gəlir burada. Məsələn, normal ip, burada belə bir ip var. Dartan zaman bu get-gedə bu ip gəriləcək, tarımlaşacaq. Burada nə yaranacaq? T gərilmə qüvvəsi yaranacaq. İp nə olmuş olacaq? Gərilmiş olacaq. İndi buradakı bu deyərlər ki, bizə T gərilmə qüvvəsini nə edin? Tapın desələr. Və yaxud da ki, buradakı F dartı qüvvəsi nəyə bərabər? T gərilmə verirlər. Onu nə cür tapacaq? Uşaqlar, burada belə bir münasibət qura bilərik bunlar arasında. Yazacaqsınız ki, dartı bölünsün dartının dartdığı kütlələr. Dartı qüvvəsi nəyi dartır? M1 ilə M2. Bərabərdir. T gərilmə qüvvəsi bölünsün. Gərilməyə səbəb olan nədir? M2 deyil ki, M1'dir. Yəni bu kütlə olmasaydı ip sallanıb çıxıb gedəcəkdi, gərilməyəcəkdi. Gərilməyə səbəb olan bu arxadakı M1 kütləli cisimdir. Ona görə böl M1 yazacaqsınız. Hətta məsələn, deyək ki, burada bir cisim də var, başqa bir üçüncü cisim də var, M3 deyək. Onda nə yazacaqsınız? F dartı nəyi dartır? M1'i də, M2'ni də, M3'ü də. Onda F dartı üçün, F dartı böl M1 üstəgəl M2 üstəgəl M3 yazacaqdınız. Bu T gərilmə 1 deyək. 3'ün. T gəlmə 1'ə səbəb nədir? M1 ilə M3'dür. M1 üstəgəl M3 yazacaqdınız. Deyək ki, burada da gərilir deyib. Burada T gərilmə 2 olsun. O da bərabərdir T gərilmə 2. Bu T gərilmə 1'dir. Bölünsün gəlmə 2'nin gələn nədir? M3'dür. Böyle M3'dür. Yəni, bunlar arasında bu münasibəti nə edə bilərik? Yaza bilərik. Əlbəttə, verilmiş kəmiyyətləri yerinə qoyub orada məsələləri bu qayda ilə
biz həll edə bilərik. Bunun açılışı var, inşallah irəliləyən dərslərdə haqqında danışacaq. Tərpənməz blokda səbəbini xüsusilə də verəcək. Tərpənməz blokda bu tip testlər də var. Növbəti məsələ tərpənməz blokda təcil məsələsidir. Uşaqlar, bu qeydləri yazanda, daha doğrusu çalışmaları yazanda bu qeydlər bizim xüsusilə də köməyimizə lazım gələcək, köməyimizə çatacaq. Bu tərpənməz blok məsələsini biz statikada daha detallı şəkildə bu hadisəni izah edəcəyik, amma hələ ki bunu bilək. Bizə Newtonda bəzi çalışmalar var. Məsələn, burada kütlələr verilib, M verilib, bir neçə kütlə bu tərəfdə də bu şəkildə verilib. Deyir ki, siz bilirsiniz ki, əlbəttə ki, burada yekun olaraq neçə M kütləli cisim var? 2M. Burada neçə M kütləli cisim var? 3M. Əlbəttə, burası yuxarı qalxmalı, burası aşağı düşməlidir. Yəni, sürəti dəyişməlidir. Sürəti də dəyişəndə təcil ortaya çıxmalıdır. Burada təcili təyin etmək üçün belə bir düstur var idi, uşaqlar. Nə idi, uşaqlar? M1, M2 çıx M1 bölünsün, M1 üstə gəl M2 vur J düsturu. Buradakı o dəyişən sürəti tapmaq üçün M2 çıx M1 bölünsün, M1 üstə gəl M2 vur J düsturu var. Bu düsturun hardan gəldiyini əslində ispat etmək olar. Amma belə öyrənsəz daha məsləhətlidir. Bəzən yadınızdan çıxır isbatlar. Çox video uzatmaq istəmirəm. Biz nə edəcəyik? Məsələn, buradakı təcili tapmaq üçün M2-dən M1-i çıxacaq. M2 dediyimiz nədir? Buradakı 3M. 3M-dən 2M-i çıxacaq, alacaq M. Baxın, yuxarıda fərqli, aşağıda cəmdir. 3M-in üstünə 2M gələcək, alacaq 5M. Burada da J'dir. M-lər ixtisar gedib J böl 5 qalacaq. J nədir? J-ni siz təkrardasınız, artıq bilirsiniz qravitasiya sahəsində nə idi uşaqlar? İntensivliyi. Adətən intensivlik 10 olur. Yerinə qoyulub onu yazanda təcili 2 almış olacaq. Başqa qiymət də əlbəttə ki verilə bilər, onu da yaza bilərik. Bu qravitasiya sahəsinin intensivliyi və yaxud da ki nə deyirdik? Sərbəst düşmə təcilidir. Sərbəst düşmə təcilidir. Və şagirdlər, burada hətta bizim üçün gərilmə qüvvəsi üçün də suallar var, T gərilmə üçün. O gərilmə qüvvəsini tapmanın müxtəlif yolları var, amma onlardan bir düstur da bu şəkildədir ki, T gərilmə üçün 2M1 M2 bölünsün M1 üstə gəl M2 vur J şəklindədir. 2M1 M2 bölünsün M1 üstə gəl M2 vur J şəklindədir. Bu da bizim tərpənməz blokda gərilmə qüvvəsinin üçün lazım olan düstur. Biz demək olar ki, Newton bölməsindən sizin yazmanız üçün lazım olan bütün məqamlara, bütün qeydlərə toxunduq. Qaldı ki, bunları testlərə tətbiq etmək. Bunları da yavaş-yavaş tətbiq etsəz daha yaxşı olur. Yəni, bundan kənar bir şey düşməyəcək. Bunları mütləq öyrənməyiniz lazımdır.